Əziz izləyicilər, videoya baxdıqdan sonra kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dil nədir? Dil insanlar arasındakı ən mühüm ünsiyyət vasitəsidir. Ən mühüm deyirəm, çünki bundan başqa da biz ünsiyyət vasitələrimiz var. Məsələn, belə deyim ki, jest və mimika, yazı, yəni bunlarla da ünsiyyət saxlaya bilirik, amma bunların içərisindəki ən önəmlisi dildir. Dil insan cəmiyyətində yaranır. Və eyni zamanda ondan kənarda mövcud ola bilmir. Cəmiyyət daxilində yarandığına görə də dil ictimai hadisə sayılır. İctimai hadisə. Dilin yaranması üçün ən vacib olan şərtlərdən biri də insan orqanizminin fizioloji quruluşu və bugünkü vəziyyətdə formalaşmasıdır. Yəni, insan orqanizminin şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatları formalaşır. Belə deyim ki, dil, irqi, irsi, xarakter daşımır. Dildə deyək ki, dil nədir? Dil, deməli, ən mühüm ünsiyyət vasitəsidir. İnsan cəmiyyətində formalaşır, ictimai hadisə sayılır və dil, irqi, irsi xarakter daşımır. Yəni, o deməkdir, bizə irsdən ötürülmür. Məsələn, bir Azərbaycanlı ayrı başqa bir ölkədə yaşayırsa doğulduğu gündən bəri, o yerin, o mühitin, belə deyim ki, təsirindən həmin ölkənin üslubuna, danışıq tərzinə uyğun danışılacaqdır. Ona görə deyilir ki, dil, irqi, irsi xarakter daşımır. Dil ən zəruri ünsiyyət vasitəsi olsa belə, biz başqa ünsiyyət vasitələrində istifadə edirik. Məsələn, jestlərdən və yaxud da ki, mimika. Əvvəlcə deyək ki, jest nədir, mimika nədir? Jest, əl-qol hərəkətləri ilə birini başa salmaq, izah etmək. Mimika isə üz cizgiləri ilə, yəni üz-göz əzələlərinin hərəkəti ilə kimisə izah eləməkdir, nəyisə başa salmaqdır. Və bir çox simvollar vasitəsilə, yəni ki, rəmzi mənalar vasitəsilə ünsiyyətdən istifadə etmək mümkündür. Lakin buna baxmayaraq, bu vasitələr ünsiyyətə xidmətdə dilə köməkçi vasitə ola bilərlər. Bunlar insanların bir-birini başa düşməsində, bir-biri əlaqə yaratmasında dili əvəz edə bilməz. Ona görə deyilir ki, dil ən mühüm olanıdır. Yazı, səsli dilin norma ilə qavrayışını təmin edən şərti işarələr sistemidir. Və yazının növləri. Yazının ümumilikdə 4 növü var. Və ilk yaranan yazı isə əşyəvi yazı olmuşdur. Əşyəvi yazı insanların ilk yazılı ünsiyyəti əşyalar vasitəsilə olubdur. İlkin mərhələdə insanlar öz fikirlərini əşyalarla çatdırmağa çalışıblar. Yəni, hər hansı bir fikri çatdırmaq üçün qarşı tərəfə müəyyən əşyalar göndərilirdi. Qarşı tərəf artıq əşyalara baxdığı zaman bunun nə məna kəsb etdiyini başa düşürdülər. Məsəl üçün, İran hökmdarı Dara, ulu babalarımız olan İskitlərin üstünə hücum edən zaman onlara bir məktub göndərir. İskitlər də bir qabın içində canlı quş, siçan, qurbağa, onların da yanında 5 dənə ox göndərmişdilər. Farslar bu məktubu oxuyan zaman başa düşürlər ki, burada deyilir ki, ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə və qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə canınızı qurtara bilməyəcəksiniz. Və yaxud da ki, hansısa bir marketdə vitrində olan çörək. Bu da əşyəvi yazıya misal göstərilə bilər. Belə deyim ki, bundan əlavə olaraq ayaqqabı dükanının qarşısındakı ayaqqabını buna misal göstərə bilərik. Yəni ki, yazının bu növündə sırf birbaşa əşyalardan istifadə olunur. Şəkli yazı. Və yaxud da ki, ikinci adı piktoqrafik. İngilislərdə picture sözünü yadda saxlamaq olar. Piktoqrafik yazı, yəni şəkli yazı. Zaman keçdikcə artıq şuur daha çox inkişaf edir və insanlar bir-biri ilə birbaşa şəkillər vasitəsilə əlaqə yaratmağa başladılar. Əgər ki,
belə deyim ki, bir şəkli yazı, bir də fikri yazı var. Şəkli yazı, şəklə baxdığımız zaman birbaşa mənanı başa düşürük ki, nə demək istəyir. Fikri yazıda verilən şəkil dolayı mənalar ifadə edir. Məntiqi cəhətdən əsaslandırmaq lazımdır. Amma şəkli yazı isə birbaşa göstərilən şəkillə əlaqəli olur. Nə demək istəyirəm? Məsələn, çörək dükanının qabağındakı çörək şəkli. Və yaxud da meyvə-tərəvəz dükanının qarşısında meyvə-tərəvəz şəklinin olmağı, kebabxananın qarşısında şiş üzərində kebab şəklinin olmağı, mebel təmiri sexinin qabağında mebel şəklinin olmağı, bütün bunlar şəkli yazıya misal göstərilə bilər. Bir də fikri yazı var, yəni ideografik yazı. İdeografik yazı birbaşa əsl mənanı göstərmir. Məsələn ki, yol hərəkət qaydalarını göstərən işarələr, ümumiyyətlə simvollar, riyaziyyatda göstərilən məsəl üçün belə deyim işarələr, Azərbaycan dilində olan bəzi işarələr, məsəl üçün sintaktik təhlil zamanı istifadə etdiyimiz işarələr, sözü kök və şəkilçi ayıranda istifadə etdiyimiz bəzi işarələr, bütün bunlar hamısı fikri yazıya aiddir. Yol hərəkət qaydalarını göstərən işarələr var ki, məsəl üçün yolun sürətini azaltmaq, yəni ki, gedilən yolda sürəti azaltmaq, sağa dönmək, sola dönmək işarələri və s. Bütün bunlar fikri yazıya uyğundur. Daha sonra, aptekin qarşısında kasaya sarılmış ilan şəkli. Bu, əgər birbaşa mənanı ifadə eləsə, orada ilanın olduğunu bildirər. Təbii ki, burada ilanın yox, ilanla bağlı, yəni ki, ilan dərmanı, yəni ki, ilanın hazırdan bir zəhərin orada olduğunu ifadə eləyir. Daha sonra, elektrik şkafının üzərinə çəkilmiş kəllə və qığılcım şəkli. O demək deyil ki, içəridə kəllə və yaxud da ki, nə bilim, başqa bir şey var. Bu onu ifadə edir ki, yəni elektrik stolbasına, şkafına toxunmaq olmaz. Nəqliyyat vasitələrindəki əyləc və dönmə işığı, iqtisadi coğrafi xəritədə müxtəlif bölgələrdə sümbül, meyvə-tərəvəz və heyvan şəkillərinin olmağı, meşədə nəm torpağın üzərindəki atın, canavarın dağınıq ayaq izləri. Yəni ki, belə deyim ki, biz artıq həmin o izə baxdığımız zaman hansı heyvana məxsus olduğunu fikirləşib tapırıq. Əgər ki, bir şəklə baxanda onunla bağlı mənanı fikirləşməyə başlayırsansa, bu fikri yazıya nümunədir. Çünki şəkli yazı birbaşa mənanı ifadə edir. Dövlət bayrağının rəngləri, məsəl üçün mavinin nəyi bildirdiyini, yaşılın İslamçılığı bildirdiyini, daha sonra digər bir rəngin müasirləşməyi bildirdiyini və s. Bu ifadə eləməsini də biz fikri yazıya nümunədir. Qaranın yası bildirməyi, göyərçinin sülhü bildirməyi və s. Bütün bunlar fikri yazıya nümunədir. Ümumilikdə əşrəvi yazı, şəkli, bir də ki, fikri yazı. Bunları necə bir-birindən fərqləndirir, bir də deyək. Əşrəvi yazıda əşyalar göndərilir. Yəni, bu qarşı tərəfə əşyaların göndərilməsi ilə yaranır. Şəkli yazı ilə fikri yazı bir-birinə oxşuyur. Şəkli və fikri yazıda fərqli cəhətləri müəyyənləşdirmək üçün bir sıra misallara baxaq. Məsəl üçün, şəkli yazıda göz şəkli birbaşa mənanı ifadə edir. Gözünü ifadə edir. Və yaxud da ki, günəş şəkli günəşi, it şəkli iti, baş şəkli başı bildirir. Amma ki, fikri yazıda isə həmin şəkillər müvafiq olaraq görmək, göz şəkli görməyi ifadə edir. Günəş şəkli isə günəşi yox, işığı ifadə edir. Və məsəl üçün, it şəkli sədaqəti, baş şəkli isə düşüncəni bildirir. Yaxud da ki, yol kənarında lövhə üzərində qaşıq, bıçaq, çəngəl şəklinin olması fikri yazıda. O demək deyil ki, yolun kənarında bunlar satılır. O deməkdir ki, irəlidə restoran var. Yəni, yol gedən yolçuya qabaqda yeməkxana olması ilə bağlı fikri çatdırmağa çalışır. Daha doğrusu, sonuncu yazı növümüz hərfi fonoqrafik yazıdır. Fonoqrafik yazı. Yazının ən mükəmməl, ən çevik formasıdır. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı səsləri ifadə olunur.
və Orxan Yenisey hövzələrində tapılmış qədim türk əlifbasını bu yazıya nümunə olaraq göstərə bilərik. Bugün hərfi yazı ilə bərabər şəkli və fikri yazıdan da müəyyən qədər istifadə olunur. Dünyada ilk yazı ağac, metal, daş üstündə oyma şəklində olmuşdur. Yəni ki, hərfi yazı, məsəl üçün, bizim sözlə yazdığımız yazı. Məsəl üçün, indi hal-hazırda mən burada yazılar yazıramsa, bunlar hərfi yazıya nümunədir. Latin əlifbasıdır, kiril əlifbasıdır. Bununla belə, yəni ki, bu dillərdə yazılmış sözlərimizin hamısı hərfi yazıya nümunədir. Deməli, bununla bağlı testlərə baxaq. Yazının inkişaf tarixinə əsaslanaraq ardıcılığı tamamlayın. Biz bilirik ki, ardıcılığa əsasən ilk yaranan yazı əşyəvi və son yaranan hərfidir. Ortada isə şəkli, daha sonra fikri, ən sonda isə hərfi. Yol kənarındakı təndirin üzərində qoyulan çörək. Əgər ki, verilən əşya, ərzaq, fərq eləmir, hər nə olursa olsun, özü iştirak edirsə, özü varsa, əllə toxuna biləcəyimiz hər hansı bir şey varsa, bu əşyəvi yazdır. Ət mağazasının vitrindəki inək kəlləsi şəkli. Ət mağazası. Ət mağazasının vitrindədirsə bu, deməli içəridə satılan bir şeydir. Və kəllə də satılır. Bu şəkli yazdı. Deməli, biz üçüncü olaraq fikri yazdığını tapmalıyıq ardıcılığa əsasən. Ayaqqabı dükkanı üzərində vurulan ayaqqabı şəkli. Ayaqqabı dükkanı üzərində vurulan ayaqqabı şəkli birbaşa mənanı ifadə edir. Yəni, içəridə ayaqqabı satıldığını bildirir. Bu, şəkli yazıdır. Şehli otun üzərindəki ayaq izi. Ayaq izi nəyi bildirəcək? Deməli, orada ayaq izlərinin olması insanın və yaxud da ki, necə deyim, heyvanın ayaq izləridir, ayaq ləpirləridir. Bunu ifadə edir. Yəni, birbaşa o mənanı ifadə eləmir. Dolayı yolla o mənanı ifadə elədiyi üçün bu fikri yazıdır. Orxan Yenisey abidəsi. Biz də demişdik ki, hərflər, əlifba, bunlar hamısı hərfi yazıya nümunədir. Lakin bizdə ardıcılıqda fikri yazını istəyir. İran hökmdarı Daranın İskitlərə göndərdiyi məktubda nələr var idi? Əşyalar var idi. Bu əşyəvi yazdı. Ona görə də burada ardıcılığa əsasən birinci əşyəvi, ikinci şəkli, üçüncü isə fikri yazıdır ki, bu da B-dir. Səhv fikri müəyyən edin. Yazının ilk forması əşyalar vasitəsilə olubdur. Bəli, yazının ilk forması əşyəvi yazdı. Düz deyil, əşyalar vasitəsilə olubdur. Ata hərbi xidmətdə olan oğluna kiçik dövlət bayrağı, sərhədləri qırmızı xətlə göstərilən dövlət xəritəsi göndərsə, yazının iki növü kimi nə başa düşmək olar? Hansılar başa düşürlər? Bir, burada əşyanın özü göndərdiyi üçün əşyəvidir. Və eyni zamanda bunun belə deyim ki, mənası var. Yəni ki, dövlət bayrağını da, sərhəddivi də qorumalısan mənasında. Ona görə də həm əşyəvi, həm də fikri yazı var burada. Orxan Yenisey abidəsi hərfi yazıya nümunə sayılır, bəli. Dil, irqi, irsi cəhətdən, yəni ki, dil, irqi və irsi cəhətlərə bağlı deyil. Düzdür. Dilimiz irqi və irsi cəhətlərə bağlı deyil. Amma fikrin anlaşılması üçün jest və mimika əsas şərtdir. Fikrin anlaşılması üçün jest və mimika ikinci bir, belə deyim ki, vasitə ola bilər. Çünki əsas şərt bizim dilimizdir. İkincisi isə yazıdır. Buna görə də bu yanlış fikirdir. Aynur gözəllik salonu üzərində üzük şəkli görür. Bir qədər sonra isə zərgər dükkanının üzərində də üzük şəkli görür. Bunların yazının hansı növünə aid edəcəyini qarışdıran Aynur olanları Azərbaycan dili müəlliminə danışır. Biz demişdik ki, birbaşa, gördüyümüz əgər birbaşa mənanı ifadə edirsə, bu şəklidir. Dolayı yolla sətr altı mənə ifadə edirsə, bu fikridir. Aynurun gözəllik salonu üzərində üzük şəkli görməyi birbaşa üzüyü ifadə eləmir axı. İçəridə üzük satılmır. Gözəllik salonunda insanlar bəzənir. Gözəllik salonu üzərində üzük şəkli onu göstərir ki, nişan və toy üçün bəzənilir. Bu fikri yazıdır.
Daha sonra zərgər dükanın üzərində üzük şəkli. Zərgər. İçəridə üzüklərin, qızılların satıldığını bildirdiyi üçün, birbaşa mənanı ifadə elədiyi üçün bu isə şəkli yazıdır. Həm fikri, həm də şəkli yazı. Üzük almaq istəyən anan zərgərlik mağazasının üzərindəki üzük şəklini görüb mağazaya daxil olur. Bəli, zərgərlik mağazasının üzərində üzük görüb içəriyə daxil olmaq. Çünki zərgərlik dükanında nə satılır? Qızıllar. Bu şəkli yazıya nümunədir. Yazının növlərinin ardıcıllığı. Deməli, ardıcıllıq istəyirsə, birinci növbədə əşyəvi, ikinci şəkli, üçüncü fikri, dördüncü isə hərfi. Yalnız çap xidmətləri olan yerin üzərində kitab şəkli. Çap xidmətləri olan yerin üzərindəki kitab şəkli nə ifadə edəcək? İçəridə kitabların çap edildiyini. Yəni, bu fikri yazdı. Kitab mağazasında Azərbaycan dili vəsaitinin satılması. Vəsaitin özünün olmağı nədir? Əşyanın özünün olmağı əşyəvi. Lövhə üzərində kitab sözünün yazılması, hərflərin olması hərfi. Kitab mağazasının önündə kitab şəkli. Kitab mağazasının üzərindəki kitab şəkli içəridə kitabın satıldığı birbaşa mənanı ifadə edir deyənə, bu da şəkli. Fikri, əşyəvi, hərfi, şəkli. Cavab A variantı.